Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sobada toyuğun sinə ətindən çox dadlı və yumuşaq piraşkin hazırlanmasını sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, videomu sona qədər izləyib, bəyəni atıb, abunə olmağı unutmayın. Xəmiri yoğurmaq üçün ərzaqları sizə təqdim edirəm. 500 qram ilıq süd, 1 stəkan su, isidilmiş su, 1 çay qaşığı quru maya, 1 xörək qaşığı şəkər tozu, 2 dolu xörək qaşığı bitki yağı əlavə etdim. Sonda 1 ədəd yumurta, 1 dolu xörək qaşığı da duz əlavə edib xəmir yoğurmağa başladım. Bunu da qeyd edilməyən xanımlarımız özü də bilirlər. Mən onu eləmişdim hazır vəziyyətdə. 1 kilo 300 qram undan istifadə etdim xəmir yoğurmaq üçün. Xəmirim yumuşaq vəziyyətdə alındı. Xəmir qutarandan sonra mən xəmiri hardasa bir 30 dəqiqə dinlənməyə qoydum. Xəmir çox gözəl mayalanmışdı və mən kündələri ayırıb kənarda saxladım. İçlik hazırlamaq üçün 500 qram toyuğun sinə əti, 1 ədəd baş soğanı süzgəcdən keçirtdim, 1 dolu xörək qaşığı duz, 1 çay qaşığı istiot, 1 çay qaşığı sumakdan istifadə etdim, 2 dolu xörək qaşığı da bitki yağı töküb, zövqə görə içərisinə də göyərtilər. Mən az nanə, keşniş şüyüddən istifadə etdim. O sizin zövqünüzə aiddir. İstəsəniz atmaya da bilərsiniz. İçlik hazır olandan sonra kündələri əlimlə yayıb içərisinə 1 dolu xörək qaşığı içlikdən əlavə etdim. Yəni axıra qədər sizin vaxtınızı almaq istəmirəm. Bu cür hazırladım. Ağzını möhkəm bağlayın ki, əgər sobada bişəndə qırağından çıxmasın. Üzərinə 1 yumurtanın sarısını üzərinə sürtüb, çörək otu əlavə edib üzərindən, yəni etməyə də bilərsiniz. O sizin zövqünüzə aiddir. 180 dərəcə isti sobada bişməyə qoydum. Artıq piraşkilərimiz gözəl pişmişdi. Həm yumuşaq idi, həm də gözəl qoxusu var idi. Allaha amanat olun. Göz haqqınızı halal edin. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm.